Əzələ kütləsinin böyüməsi. Hüceyrə səviyyəsində sadə bir izah verəcəm. Əzələ böyüməsi çöldən görülən bir proses deyil. Əslində hər şey əzələ hüceyrəsinin daxilində baş verir. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bugünə qədər trenerlər tərəfindən aldandınız, böyük pullar xərclədiniz, sağlamlıq əvəzinə xəstəlik tapdınız və bu da aydın məsələdir, normaldır. Çünki 9-cu sinifdən zalda qanter qaldıra-qaldıra tibb elmini öyrənmək mümkün deyil. Hansı ki, bugün cəmiyyətimizin əksər hissəsi trenerlərin yazdığı diyet proqramları və yazdığı təyin elədiyi idman qida əlavələri və yaxud da ki, dərmanlardan, steroidlərdən istifadə edirlər. Bu çox yanlış yoldur. Doğru yol insanı öyrənən həkimlikdir. Hamınıza tövsiyə edirəm ki, həkimlərin sözünə inanın, güvənin və müayinədən keçməmiş heç kimin təyinatıyla heç bir şey qəbul eləməyin. Çünki bu orqanizm sizindir, sabahçı gün ən böyük zərəri, ziyanı siz çəkəsiniz. İndi keçirən mövzumuza əzələ hüceyrəsinin daxilində baş verən proses haqqında tam tibbi bir məlumat verəcəm. Növbəti videolarımızda amma bunun daha sadə, bəsit və doğru şəkildə izahatını verəcəm. Ümid edirəm ki, sizin üçün həm faydalı olacaq, həm də ki, bu yöntəmlərdən istifadə edib istədiyiniz nəticəni əldə edəcəksiniz. Əzələ hüceyrəsi digər hüceyrələrdən fərqli olaraq çox nüvəlidir. Yəni, onun daxilində bir çox nüvə var. Bu isə ona çox yüksək zülal istehsal etmək qabiliyyəti verir. Əzələ böyüməsinin bioloji əsası da məhz bundan ibarətdir. Zülal sintezi harda gedir? Çox vacib məqamdır. Əzələ zülalının içində istehsal olunur zülal, əzələ zülalı. Qida ilə aldığımız zülal əzələyə çevrilmir. Sadəcə amin turşularına parçalanır, bu amin turşuları qana keçir və əzələ hüceyrəsinin daxilində ribosomlardan yeni zülala çevrilir. Buna əzələ zülal sintezi deyilir. Əzələ nə zaman böyüməyə başlayır? Əzələ hüceyrəsi boş yerə böyümür. O yalnız məcbur qalanda, tətiklənəndə böyüyür. Bu məcburiyyəti yaradan əsas faktor anaerob məşqdir. Anaerob məşq nədir? Anaerob məşq əzələnin oksigen çatışmamazlığı şəraitində işləməsidir. Bu zaman enerji sürətlə tükənir, glukoza oksigensiz parçalanır, laktat və hidrogen iyonları artır. Əzələdə yanma hissi yaranır. Yəni, siz məşq zamanı əzələdə yanma hissi yaranırsa, bu anaerob məşq deməkdir. Bu vəziyyətdə əzələ hüceyrəsi çox ciddi stres keçirdir. Bu stres əzələdən hansı prosesi yerinə getirir? Anaerob məşq zamanı hüceyrə daxilində təzyiq artır, əzələ şişir. Hüceyrə bunu təhlükə kimi qəbul edir. Nəticədə hüceyrə belə qərar verir ki, divarlarımı qalınlaşdırmalıyam. Bu qərar mTOR adlı əsas böyümə mexanizmini aktivləşdirir. mTOR sistemi haqqında proteinlə bağlı videomda məlumat vermişdim. mTOR zülal sintezini artırır, aktin və miozin liflərini qalınlaşdırır, əzələ kütləsini böyüdür. Amin turşular niyə vacibdir? Anaerob məşq siqnal verir. Yəni, əzələ hüceyrə sən böyüməlisən. Amma material olmadan istehsal prosesi getmir. Amin turşuları zülal sintezinin əsas xamalıdır. Xüsusilə leysin. Leysin mTOR-u aktiv saxlayır. Məşqdən sonra xüsusilə 30-120 dəqiqə ərzində əzələ amin turşularına daha həssas olur. Ən kritik nüans, əzələ rahatlıqda böyümür. Oksigen bolluğunda böyümür. Əzələ oksigensiz qalanda, enerji çatmayanda, stres altında qalanda böyür. Anaerob məşq əmri verir, amin turşuları materialı gətirir, əzələ hüceyrəsi isə özünü qalınlaşdırır. Əzələ hüceyrəsinin böyüməsi daxildə baş verən prosesdir. Doğru anaerob məşq, doğru zülal qəbulu hüceyrə səviyyəsində real əzələ artımı baş verir. Ümid edirəm ki, fikirlərimi tam şəkildə sizə izah edə bildim. Bax, dediyim kimi, daha bəsit formada və yüksək nəticə əldə edə biləcəyiniz, daha doğru dildə anlayacağınız formada bunun başqa bir açıqlaması olan bir videonu çəkəcəm, sizə təqdim edəcəm.